Ona görə Allahın rəhmətini qısqanmaq lazım deyil. Və Allahın rəhməti kiməsə bol ulaşırsa, o demək deyil ki, o sənə ulaşmayacaq. Allahın rəhməti o qədər genişdir, o qədər böyüdür ki, Allah Teala o rəhmətinin %1-ini yerə indirib, %99-u isə öz dərgahında sırf möminlər üçün saxlayıb. İnsanlar da Adəm yaranandan bəri nə qədər insan gələ keçə, Allahın mülkündə yəni ki, çox cüzi bir şeydir, nöqtədir. Və Allah Teala bütün istəyənin istədiyin versə, Adəmdən Xatəmə qədər ins olsun, cins olsun, Allahın mülkündən heç bir şey əskilməz. İlla ki, iynəni dəryaya batırıb çıxardanda nəsə çıxardarsa, iynə də dəryadan nə götürür? Yəni, heç nə. Ona görə Allahın rəhməti, Allahın mülkünü qısqanmaq lazım deyil. Allah Teala kimisə bağışlayırsa, bu Allahın rəhmətidir. Allah Teala kimisə əzab verirsə, bu Allahın ədalətidir. Allah Teala'nın işinə heç kəs qarışa bilməz. Əksinə, insanlar da Allahın o gözəl sifətləri ilə sifətlənməyə çalışmalıdırlar ki, o sifətlərdən qullara sifətlənməyə, əxlaqlanmağa icazə verilirsə, rəhmət kimi, şəfqət kimi, mərhəmətli olmaq və s. səxavətli olmaq və s. bu kimi şeylər. Demək, Allah Teala bu ümmətdən la iləhə illallah deyərək, Allaha şərik qoşmadan ölən hər bir kəsi bağışlayacaq. Bəzilərin birbaşa bağışlayacaq. İndi biz bir məsələdə hökm vermək üçün tək bir hədisi götürüb vermirik də. Ümumən başqa hədislərə də baxanda, çünki vəidlər gəlir böyük günahlara. Zina böyük günahdır, oruq böyük günahdır. Allah Teala hamısını bağışlayacaq. Ola ki, əvvəldən bağışlasın, əzabsız, hətta elələrin olsun ki, sorğu-sualsız bağışlasın. Lakin o sorğu-sualsız, əzabsız bağışlananlar, onlar yəni ki, ən üstün dərəcə müsəlmanlardır. Onlar təbii ki, böyük günahlardan uzaq olanlardır. Amma onlardan sonra elələr olacaq ki, hətta böyük günah sahibləri Allah Teala onları bağışlayıb birbaşa cənnətə salacaq. Necə ki, məsələn, Allah Teala Bəni İsraildən olan, fuhuş işləyə məşğul olan qadını bir dənə itə su içirtdiyinə görə Allah rızası üçün Allah Teala onun bütün günahlarını bağışlayıb onu cənnətə daxil edir. Və ola da bilsin ki, ən uzağı Allah Teala onu cəhənnəmdə əzabını dattırdıqdan sonra, Allah bizi qorusun, yenə də sonunda cənnətə qaytarıb salacaqdır. Bu da sonunda bağışlamaqdır, bağışlamaq deyil, bağışlamaqdır. Allah Teala onu orada əbədiyyən saxlamayıb da çıxardıb cənnətə salması artıq Allahın bağışlaması deməkdir.